Məhərrəm Məmmədov 1957-ci ildə Laçın rayonunun Qarakeşdi kəndində zəhmətkeş bir ailədə anadan olub. O bildirir ki, arıçılıq sənəti onlara dədə-babadan miras qalıb. Ömrünün 42 ilini arıçılığa həsr edən Məhərrəm müəllim deyir ki, bu peşə insana həm mənəvi rahatlıq, həm də böyük zövq verir. Bu gün də arıçılığı sevə-sevə davam etdirən müsahibimiz qeyd edir ki, son illərdə Azərbaycanda arıçılıq sahəsi xeyli inkişaf edib. Dövlətin bu sahəyə diqqət və qayğısı daha da artıb. Onun sözlərinə görə, gənclərin arıçılığa marağı göstərməsi xüsusilə sevindirici haldır. Arıçılıq elə bir sahədir ki, bu sənətlə məşğul olan insan özünü xoşbəxt hiss edir. Gənclərin bu peşəyə maraq göstərməsi isə məni daha çox sevindirir, deyə Məhərrəm müəllim bildirir. Məhərrəm müəllimin sözlərinə görə, yüksək məhsul əldə etmək üçün arı ailələrini yazın ilk aylarında düzgün hazırlamaq lazımdır. O hesab edir ki, arı ailələrinin vaxtında isti bölgələrə köçürülməsi, onların güclənməsinə və məhsul mövsümünə qədər kifayət qədər işçi arı toplanmasına kömək edir. Arıların dili təbiətin ən xoş ünsiyyətidir. Avstraliyalı alim Karl von Frisch belə deyir. Qonağımız peşəkar arıçı Məhərrəm Məmmədov. Hoş geldin. Sağ olun, çok sağ olun, var olun, sağ olun. Mən Məmmədov Məhərrəm Sarxanoğlu 1957-ci il 26 dekabr Laçın rayonunun bu görünən Qarakeş kəndində anadan olmuşam. Qarakeşdi kəndində orta məktəbi bitirib, hərbi xidmətə getmişəm. 85-ci ildən arı təsərrüfatı ilə məşğul olmuşam. Bizim ata-babadan hissi gəldiyi sənətdir, ona görə də marağım, meylim çox yüksək səviyyədə olubdur. Arıya bir şeir də yazmışam. Təbiət yaradıb düzü möcüzə, İsməti, həyası güldür arının. Sahibi düz ola hər an həmişə adını ucaldan ildarının. Şöhrəti dillərdə, şanı əllərdə, tarixi var milyon illərdə. Alimlər, aqillər nələr desə də, yenə də hər işi sildarının. 9 iqlim qurşağı xoş məkanı, istəməyən kör olsun Azərbaycanı. Qəhrəman oğullu odlar diyarı, sovqatı süfrənə bal darının. Nə qədər doğmadı Laçının adı, çox şükür sağaldı vətən yarası. Qurbanı olduğum şəhid anası, ruhlara müjdədir səs arının. Məhərrəm həyatda hər an xatirə, alovsuz od olur bəzən xatirə. Elə ki köç etdiyi bizdən xatirə, Allaha amanət özü arının. Son illər ümumi Azərbaycan arıçılığı bilirsiniz ki, yüksək nailiyyətlər əldə edir. Siz necə düşünürsünüz? Arıçılıq Azərbaycanda hansı səviyyədədir? Hal-hazırda Azərbaycanda arıçılıq yüksək səviyyədə inkişafdadır. İlk anlarda dövlətimizin diqqəti yüksək səviyyədə subsidiya ilə, 5 illik subsidiya proqramı ilə bütün arıçılara dəstək oldu. Arıçılarda bir həvəs yarandı, arıçının inkişafı üçün. Azərbaycanda arıçılıq demək olar ki, çox yüksək səviyyədə inkişaf edir. Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəttin Həsrətov çox yüksək səviyyədə arıçılarla əlaqə saxlayır. Bütün arıda olan problemlərlə maraqlanır. Ümumiyyətlə, kollektiv bir ruh yüksəkliyi Azərbaycanda arıçılıqda yaranır. Bütün rayonlar bir-birindən canlı da əlaqədədir, pastayanlı. Deyərdim ki, yaxın qonşu dövlətlərdən çox yüksəkdə Azərbaycan arıçılığı. Dövlətimizin də diqqəti yüksək səviyyədədir. Çox da razıyıq. Yəni, valeh eləyən ümumi təsərrüfatın səliqəsi olur. Hər bir təsərrüfatla yaxınlaşanda orada ilk növbədə səliqə səhmana fikir verirəm. Bu səliqə səhman ümumi qane eləyirmi? Arxananın birinci içərisinin notu biçilməlidir. Arının altları, yeşiklərin altı əsas olmalıdır ki, altıqlar, bəlkə gətirib bir daş, bir qaya qoymaqla yox.
altlıqları nizam olunmalıdır. Yeşillerin özü də zərgəsi nizam qoyulmalıdır. Arının nə qədər ki paryatkası nizam oldu, təmizlik, aqressivlik arada bir o qədər yüksək olmur. Arı məcburda insanın qəlbi açılır da. Ümumiyyətlə işğaldan azad olunmuş bölgələrə insan gələndə ürəyi açılır. Əlbəttə, Amma- əlbəttə. Xüsusən dostlar, mən Məhrəm müəllimin arxanasına elə ilk girən kimi məni valeh eləyən arxananın səliqə səhmanı oldu. Samir müəllim o göydəki Allah haqqı əlimi bir şeyə uzatmamışam ki, gəlib burada çəkiliş olacaq. Arxana ümumiyyətlə yüksək səviyyədə təmiz pariyatdadır. Arısı özünə nə cür baxırsa, arısına da, yeşiklərinə də, bütün yeşiyin içərisinə də diqqətli olmalıdır ki, arı belə ürəkdən inkişaf eləsin, yüksək səviyyədə, arısı üçün də, gələn gedən dostlar üçün də, bütün baxanlar üçün də yüksək səviyyədə zövq versin. Arxanası nizamsız olanda, ümumiyyətlə kənardan baxılanda da, özün işləyəndə də, inanın ki, arının öz davranışı da nizamsız. Hər şey paryatkada olanda arı da paryatkada olur. Arının təmizliyi hər şeydən vacibdir. Sağlamlığı üçün arının özünü, məhsulun keyfiyyəti yaxşı olması üçün arı arxanası paryatkada olmalı. Yüksək səviyyədə. Ərazi yetərincə hektar Geniş gəliri ilə ərazidir. yəni doldur. Ümumiyyətlə bu ərazidə arı ən çox nə işləyir? Biz qurdu otu deyirik, bal otu deyilir elmi dildə. Qantəpərdir, kəhlik otudur, təbii yarpuzdur. Sonra qanqal bitib xəşəmgülüdür, çinyakdır, belə acikadır. Sayı yoxdur da, bitkilərin sayı yoxdur. Hamısına da eyni formada işləyir. Bu da göz qabağındadır. Baxın, qantəpərdən tutmuş bütün təbii bitkilər. Dünyada elə bir bitki yoxdur ki, burada olmuyor. Bircəcə şey mən bir arısı kimi düşündürür ki, buranın balı düzgün gedib analizlərdən keçib yer tutulur. Dünyada ən əvəz olunmayan keyfiyyətli baldır. Məhrəm müəllim, arı təsərrüfatında ümumiyyətlə arıçının gəlir çıxır məsələsi var da. Bəzən olur ki, ana arını digər insanlardan alırlar, xaricdən gətirirlər. Elə. Ümumiyyətlə böyük təsərrüfatlardan söhbət gedir. Böyük təsərrüfat sahibi, arıçı özü ana yetişdirməlidir ümumiyyətlə. Əlbəttə ki, arıçı özü yetişdirməzsə bu boyda təsərrüfatın mən ana almaqla bir o qədər maliyyə xərcləri baxmadan çox avamın üstə düşür. Mən milli üsulu ilə ananı yetişdirirəm. Bu milli üsulu da təbii üsuldur. Köçürmə olmur da ki, orada yumurtaya toxunmursan, özü yetişir. O üsulla bir də beçə vermədə bu illə əlaqəli bütün arı sortundan asılı olmayaraq hamısı beçə meyilli oldu, ondan da istifadə elədim. Bütün yaşlı anaları da dəyişdim, ayırmaları da 2026-nın anaları. 80%-dən artırır. İldə nə qədər ana yetişdirirsiniz? Ümumiyyətlə Təsərrüfat böyük təsərrüfatdır. Hardasa burada 140 arı ailəsi var. Nə qədər olmasa 100-ə yaxın ana yetişdirirəm. 100-ə yaxın, 100-ə qədər özüm ana yetişdirirəm. Dəyişilən olur, tələfat olur da, ümumiyyətlə arıda belə proseslər çox. 100-ə qədər yetişdirirəm, lazım gəlsə çox yetişdirirəm. güclü ana arı, düzgün ərazi seçimi, yüksək məhsuldarlığın açarıdır. Bəli, arıçılar nektar gəlib ərəfəsində ərazini nə qədər düzgün seçsələr, bir o qədər yüksək məhsuldarlıq əldə edəcək. Bütün gənc arıçılara tövsiyəm odur ki, arının vaxtında dərmanlama məsələsinə diqqətli olsunlar. Nektar gəlimi dönümündə heç bir dərmandan istifadə eləməsinlər. Amitraz tərkibli dərmanlar ümumiyyətlə arxanada istifadə eləməsinlər. Amitraz tərkibli dərmanlar bala çöküntü, qalıntı verir, yüksək səviyyədə alıcı üçün, baldan istifadə edənlər üçün təhlükəlidir. Yaz payız arını vaxtında var oraya qarşı əgər düzgün mübarizə dərmanlama getsə, kim bilməsə arıçılardan məsləhət alıb düzgün istifadə eləsinlər. Arıda heç bir xəstəlik mən elə biləm ola bilməz daha. Yaz inkişafı o qədər dəqiq getməlidir ki, fikirləşib bilməlisən ki, məhsula arı hazırlayırsan. Orta hesabla 60-70 min arı olmalıdır bir ailədəki. Məhsul vaxtı yüksək səviyyə nəticə əldə olunur. Ona görə yaz yemləməsində, arının istiliyin verilməsində ki, yazda temperatur yeşik içərisində düzgün tənzimlənməsi üçün bu cür istifadə edib bütün
arıya ait olan istilikdən, yemləmədən vaxtında iş görməlisən ki, arı təsərrüfatı nektar dönəmində yüksək nəticə əldə edir. Arısı vaxtında bütün işin görməlidir. Arı təsərrüfatında nələr lazımdır, arının şana getməsi, yeri genişləndirilməsi, bir də arının ilk məsələsi, məhsuldarlığa görə arısı bilməlidir ki, hansı ilklə işləməlidir. Şəxsən mən bu ərazidə bak varsan çox yüksək nəticə görmüşəm. Bütün arıçılara da arzu edirəm ki, iqlim şəraitinə görə, ərazisinə görə arı sortlarından düzgün istifadə edib məhsul götürsünlər. Ərazi də burada genişdir, həddindən artıq. Neçə kilometr radiusuna təbii bitkilər zəngindir, həddindən artıq. Avqust ayının 15-də bizdə süzüm nəzərdə tutulur. Hələ 25 gün süzümə vaxtımız var. Ona kimi də arı təsərrüfatı öz yerini tutacaqdır. Məhsuldarlıq da öz nəticəsini alacaq. Deməli, bu ərəfədə arı nədən nektar gətirir? Hal-hazırda Qantəpərdən, Kurdotundan, Şiryakdan, Qanqaldan yüksək səviyyədə arı qusarı işləyir. Sizi də aparacağım sahələri geniş bir də baxacaqsınız ki, dünya miqyasında belə bir ərazi yox. Həqiqətən yox. Arxanada bugünə kimi amitraz tərkibli dərman işləmir. 1 milligram olsun. Mən bir də deyərdim ki, bu ərazilərin balı düzgün analizlərdən keçsin, öz yerin, öz qiymətini həqiqətən. Yox, Məhərrəm müəllim, ümumiyyətlə bala da baxanda, balın aromatına da mən baxdım. Həqiqətən Hələ yekun deyil, Samir müəllim, hələ yekun həqiqətən, deyil. yəni balın aromatı məni valeh elədi. Yəni bu ən çox nədən gəlir? Nektar nədən gətirir? Qantəpər, kəhliyotu, qurdotun, ümumiyyətlə Şiryak deyirik, göy çiçəklər var, yarpuz, təbii yarpuz. Saysan bitkilərin sayı yox. Həqiqətən sayı yox. Bütün bitkilərdən də hamısından da gətirir. Arxana da göz qabağında budur. Sahadla bal yeşiklərin üstündə arı gəlmir. Hər şey göz qabağında da. Bunu demək, Allah bərəkət dağlı versin. tamamdan nətər mən deyərdim ki, Yüksək. dünya səviyyə. miqyasında əvəz olunmayan bir təbiət. Hansı ilklərlə çalışırsınız Məhərrəm müəllim? Bak varsından əsas çalışıram. Karnika bak varsı bu iki yerdir məndə olan. Yüksək səviyyədə də iqlim şəraitinə uyğunlaşıb, məhsuldarlığı, dözümlülüyü, davamlılığı da qənaət bəxşdir. Bak varsa illah yüksəkdir hələ. Yerli genofondumuz olan Bozda Qafqaz arısından. Bozda Qafqaz arısı hal-hazırda bir o qədər qalmayıb. Mən deyərdim ki, dünya miqyasında Qabaqtəpə arısı Bozda Qafqazın bir qoludur. Mən deyərdim ki, ürəyidir. Yox da. Məhərrəm müəllim, son illər irqlərin mübahisəsi gedir. Canlı yayımlarda, istər canlı yayımlarda, istər sosial şəbəkələrdə. Ümumiyyətlə, balın tərkibi irqlərə görə dəyişir yoxsa yox? Bir o qədər yoxu burada nə dəyişə bilər. Bitkidən gələn nektar istehsal olunur, baldır. Bircə fərq ola bilər ki, Boz Qafqazın hortumu 7.2 millidir. Çiçəyin dərinliyindən bunun tərkibində olmayan bəzi nektar istəyicilərin götürə bilər. Ümumiyyətlə, bunun elmi bir sübutu varmı? Vaxt hələ kim desə yox. Onun elə bir. Birisi nətərdir? Kim nə bilir ki, o Boz Qafqaz gətiribdir, yoxsa Karnika gətirib Bakvars gətiribdir. Karnikada, Bakvarsda, mayalanmada bütün ilklər qarışır bir-biri alır. Ona görə də bal yüksək səviyyədədir. Kim desə ki, ay bu bal belədir, belədir, ondan mən elə biləm ki, mən bildiyimi deyirəm, elə biləm ki, düz fikir deyil. Laçının relyefinə hansı irq uyğun gəlir? Mən 4 ildə arı gətirirəm, bura 4 ildir. Karnika Bakvars gətirirəm. İkisi də yüksək səviyyədə nəticə verir. Həm dözümlüyə, iqlim şəraitinə, hava çiskin tuman olur, işləyir arı. Ümumiyyətlə, nəticəsi çox yaxşıdır. Karnika hələ illah yüksəklikdir. Bunu araşdırırıq ki, sahələrin uzaq məsafəsində karnika çox meyillidir işləməyə. Arxananın bütün əraziləri eyni vəziyyətdə, gül çiçəkdir, eyni vəziyyətdə. Səhər-səhər arı işə çıxanda çıxıram gəzintiyə. Bütün radius boyu maşınla gəzirəm ki, 3 kilometr radiusa kimi arı eyni səviyyədə işləyir. Eyni səviyyədə.
Bunu çox araşdırdı. Bu rəqabət kimi nəzərdə tutuldu ki, arada güclülük, arının meyli işə o qədər yüksəkdir ki, yaxın uzağa fərq qoyur. Bu gün Məhərrəm müəllim təsərrüfatını 34 il həsrətində qaldığı doğma Laçın torpağında davam etdirir. O qeyd edir ki, bölgədə çiçəklərin bol olması məhsulun daha da bol olacağından xəbər verir. Vətən müharibəsindən sonra bir çox arıçı kimi Məhərrəm müəllim də öz təsərrüfatını doğma yurduna qaytarıb. Arıçılıq artıq azad olunmuş torpaqlarda fəaliyyət göstərərək bol və keyfiyyətli məhsul əldə edirlər. Azərbaycan arıçılarından Bədrəttin Həsrətov başda olmaqla, Samir müəllim başda olmaqla çox-çox sağ ol deyirəm. Bu gün də çəkdiyiniz bu əziyyətə görə sizə minnətdaram. Sağ olun ki, Lasının Ucqar dəniz səviyyəsindən 1900 metr yüksəkliyində Bakı ilə arası 550 kilometr məsafəni qət edib gəlib bu gün bu zəhməti, bu əziyyəti çəkmisiniz. Görünür ki, Azərbaycan arıçılığında da sizin xüsusi yeriniz var. Çox sağ olun, ürəkdən təşəkkür edirəm. Müqəddəs torpaqda sizinlə görüşdüyümüz üçün çox şadam. Sağ olun.